Deməli, Şimali Amerikanın ən yüksək zirvəsi hansıdır? Kardinal da vardı. Dağ sistemi zirvə. Denali. Aha, hündürlüyü nə qədər? 190. Aha. Biz Kardinal dağlarında hansı vulkanda yerləşir? Şimaldan cənuba doğru say. Rainier vulkanı var, Shasta vulkanı var, sonra Orizaba var, Colima var, sonra Tahomunco var. Bunlar. Aha. Bizə Popocatépetl düzdür, vulkanlar var. Demək demək hansı qaldı? Burada Momotongo və Montanteri vulkanlar var. Bəs Cənubi Amerikanın ən yüksək zirvəsi? Burada da Adım? Əvvəlcə bax, sonra de. Aconcagua-da 6960'tı. Aha. Zirvəsi Antdan vardı. Burada da bir dağımız qaldı. O da Apalaç Apalaç, ana. Apalaç dağlardı. Onun da ən hündür zirvəsi neçədir? 2037'dir. Aha. Cənubi Amerikada yerləşən ən hündür vulkan. Ümumiyyətlə dünyanın ən hündür vulkanıdır. Yuyol-Yayıl-Yakov. Yuyol-Yakov. Hündürlüyü 6700 metr. bəs ən hündür sönmüş vulkan harda yerləşir? Chimborazo da burada yerləşir. Aha. Hündürlüyü nə qədərdir? 6310. 10 metr. Cənubi Amerikadakı vulkanlarda şimaldan cənuba doğru say. Şimaldan burada Ruiz var. Aha. Fotopark. Ruizin altından hansı vulkan idi? Fotopark. Sonra Ondan sonra Chimborazo. Chimborazo, Ondan sonra burada San Pedro. Pedro, Vulkan var. Bir de Uyum. Yuyol-Yakov vulkanıdır. Bəli, afərin. Bəs Afrikanın ən yüksək zirvəsi hansıdır? Afrikanın en hündür Hı zirvesi hı. Kilimanjaro'dur. Hündürlüyü 595 95. Necə, bəs vulkanik dağlıq olaraq yoxsa vulkanik dağ. vulkan, bəs qırışıq dağ olaraq hansıdır? Atlas. Atlas dağları hündürlüyü 4165. 4165. Qədim dağlar hansıdır Afrikada? Kap Ejda. Dağlar. Digər vulkanlar say Afrikadakıları. Deməli burada Kilimanjaro dedi. Sonra Aa. Kamerun var. Karisimbi var. Bir de Kenya var. Kenya var. Bunların hansı sönmüşdü? Bunlardan Kenya sönmüş. Kenya sönmüş vulkandır. Avstraliyanın ən yüksək zirvəsi hansıdır? Deməli böyük sahil sesi. Zirvəsi. Zirvəsi də buradadır. Mənə bax deyə sonra. Kastişka. Zirvənin hündürlüyü Kastişka'da hündürlüyü 2228 metr. Başqa hansı dağ var? Burada Makda var. McDonald və yanında Yanında da Hammersli dağları var, bəli. Yaxşı, afərin sənə. Keçək